burada vəziyyət keçilməzdir. Biz də əziyyət çəkirik xeyli vaxtdır. Nə piyada keçə bilir, nə maşından keçmək olur. Hamı zülüm çəkir. Nəsimi bələdiyyəsində yoxdur heç kim deyəsən. Günorta vaxtıdır, amma Mən o işə baxmıram. yəni burada kim baxır, siz dedilər siz baş mühəndissiniz. Nəsimi rayonu Hənifə Ələsgərov 11 ünvanındayıq. Bina sakinlərinin problemi yoldur və bildirirlər ki, xüsusən qış aylarında burada vəziyyət keçilməzdir. Asfalt yararsız vəziyyətdədir. Biz də əziyyət çəkirik xeyli vaxtdır. Bir tədbir görülmədi. Bizə cavablar verilsə də, göndərilsə də ki, tədbir görüləcək, nəzərə alınacaq. Gerçi iş görülmür də. İndi qabaqda qış gəlir, biz əziyyət çəkirik. Buluddan çıxıb bir yerə getməyə, qayıtmağa. Yağış yağanda gölməçi olur, bərbad vəziyyətdə olur buralar. Çox xahiş edərdik buralara bir nəzər yetirsinlər də, bir iş görülsün. Yəni çoxdandır belədir bura. Çoxdan da axır 3 ildir belə vəziyyətdədir. Dəfələrlə misə də deyilib, 14 nömrəli misə, Mənzil Kommunal İdarəsinə buradakı yaxınlıqda qonşu həyətdə bir iş görülmür də, nəzərə alınmır. Bura həmişə luj olur. Nə piyada keçə bilir, nə maşından keçmək olur. Bilmirik daha bu hardan gəlir bu su, kanalizasiya zat basır buranı, tərpənmək olmur da. Nə qədər şikayət də eləyiblər, heç bir şey xeyri də yoxdur. Quraqlıqdır, yağış olunca burada piyada keçmək olmur. Yəni bütün bu su yığışır bura, keçmək olmur. Taxta maxta da keçir. Daşda da atırlar, nə qoyurlar. Cəmaət buradan işlədə bilmir də, yəni gedib gələ bilmir. Daha bilmirik, kanalizasiya oradan dolur, ya moykanın işidir, ya nədirsə bilmirik. Dolur da bura. Biraz yağış yağsın qardaşım, vallah keçmək olmur. Uşaqlar məktəbə gedir, bağçaya gedir, hamı zülüm çəkir. Yəni bildiyim vəziyyətdə. And ol Allaha, biz özümüz burada bu moykadan sapıq götürüb sapıqla keçirik. Yəni bu vəziyyətdə də bura. Cürümbül su olur qardaş. O qədər bura çəkilir. Bax neçə dəfələrlə çəkib paylaşmışıq da. Bəlkə də gəlsə çıxar. Hə görəsiz gölməçi olur bura, bildiyin. Bərbad halda olur qardaş. Kanalizasiya sistemi köhnədir. Gəlirlər düzəldirlər, gedirlər azad suya çatmamış təzədən yenə partlayır. Bərbad vəziyyətdə qalır. Yolda belə. Yolda bax bu bir vəziyyətdə. Hələ çoxsunu özümüz düzəltmişik. Gedib bax torpaq sat gətirib tökmüşük ki, çalamalı olmasın. Yaşlısı var, cavanı var. Qardaş, bərbad vəziyyətdə. Nəsimi bələdiyyəsində yoxdur heç kim deyəsən. Günorta vaxtıdır, amma 70-ci ildən sonra olan binalara baxırlar da bələdiyyələr. Bizim bina 58-də order verilmiş. bələdiyyəyə gəlmisinizmi nə vaxtsa? Yox. Mən o işə baxmıram. Yəni burada kim baxır? Dedilər siz baş mühəndissiniz. Yox, o işlərə bax, müavinlə Nizam müəllim. Birbaşa kommunal idarənin rəisinin tabeliyindədir. Mən deyə bilmərəm, onlar hardasa müraciət eləməlidir. Yox, ən azından baş mühəndis olaraq məlumatınız ola bilər. Yəni artıq işte idarə nəyəsi var, ona yaxınlaşırdım. Müraciətə yerində baxmışıq, Titus yağıya salınıbdır. Əraziyə asfalt örtüyü vurma işlərinə başlanılanda o sakinlərə də izah eləmiş ki, şikayət nəzərə alınacaq, vurulacaq. Asfaltlama işlərinə başlanacağı bir vaxt təxmini məlumdurmu, yoxsa? 2025-ci ilin axırına qədər nəzərdə tutulub da bizim məhəllələrin asfaltlaşma işləri başa çatdırılır. Deyirlər ki, ilin sonuna qədər növbəti 2 ay ərzində Nəsimi rayonunda bütün yollar, o cümlədən sizin o dediyiniz sizin binanın qabağı da düzəldiləcək, asfaltlanacaq. Çox sağ olun. Belə olsa yaxşı olardı. Bizim də əziyyətdən qurtarardıq. Yoxsa uzun müddət əziyyət çəkirik. Hər halda vəd verildi. İnşallah biz də bu məsələni diqqətə saxlayacağıq. Çox sağ olun.